Yer kürəsində tam zolaq əmələ gətirməyən bu iqlim qurşağı insanların yaşaması üçün əlverişli sayılmasa da, bol rütubətə, zəngin təbiətə və sıx çay şəbəkəsinə malikdir. Demək, situasiyamızın sualına nəzər salaq. Mətndə bəhs edilən iqlim qurşağının adını, təbii zonasını və torpaq tipini qeyd edin. Biz situasiyada verilənlərdən belə bir nəticə çıxara bilərik ki, dünyada tam zolaq əmələ gətirməyən iqlim qurşağı dedikdə, bu əraziyə daha uyğun gəlir. Əsasən ekvatorial iqlim qurşağı, hansı ki, dünyada tam zolaq əmələ gətirmir və bir də şimal yarımkürəsində, ekvatorun şimalda tropik iqlim qurşağıdır, hansı ki, bu da yarımçıq tam zolaq əmələ gətirmir. Amma burada nəzər salsaq ki, burada deyir ki, bol rütubətə, zəngin təbiətə və sıx çay şəbəkəsinə malikdir və bu artıq bizə bunun tropik deyil, ekvatorial iqlim qurşağı olduğunu deməyə əsas verir. Demək ki, biz burada bəndimizdə ilk olaraq bu ərazinin iqlimin adını ekvatorial deyə qeyd edə bilərik. Təbii zonası ekvator ərazisindən əsasən bir təbii zonası var ki, o da həmişəyaşıl ekvatorial meşələrdir və biz də bunu bura qeyd edirik və həmin bu meşələrin əsas torpaq tipi isə dedikdə, daha çox biz bura uyğun gəlir qırmızı, sarı, ferolit torpaqlar və yaxud da biz bura laterit torpaq adını da qeyd edə bilərik. Yəni laterit sözünün mənası isə kərpic deməkdir. Demək ki, burada bizim doğru bəndimiz qırmızı, sarı, ferolit və yaxud da ki, laterit torpaqlar bizim doğru bəndimiz olacaqdır.